Vallahi ben konsertteyim. Bu konsertten çıkıp sen yığacağım. Şirin zarafatlar, Çok eğleneceksiniz dəqiqə. duzlu məzəli vəziyyətlər, Oy ay dədə. Oy ay. gülüş dolu səhnəciklər. Bacı nə deyir? Belim sınır. Bizi deyib gəlin ki, bayrama bayram qataq. Ne vaxta kimi soğuz yiyəcəyik? Biz də sushi yiyək, də Fami. Alqışlayanlara bax yandırıb özünü. 9 Mart Heydər Əliyev sarayında Komedixana ilə unudulmaz bir gün. Niftullah müəllim, bayramımız mübarək. Bu dəqiqə mamamı istəyirəm. İstirahət günündə bizimlə əylənin. Çok beğendim. Biletləri iTicket Az saytından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz. Geç gelme, gözleyeceğim. Perşembe pazar Xəzər TV'də efirə qayıdır Komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedixana. Yepyeni səhnələr bizdə izlənər. Şən parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr. Edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşü bəş edərik biz. Sizin qarşınızda Komedixana. Deyirəm ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əli boş nöş gedirik. Hə. Buna bax. Nədir Gör o? nəvəmi üçün nə yaparram. Piredo bezi. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Başın işləyir sənin. O, yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri, Yaxşı yaşal deyil. gedin. Sonra danışarıq. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix-dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix-in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol, ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix-in məişət texnikaları. Görüm anam ana getdi. Ana! Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Bu nədir? Şikonun qara ildırım tumları. Kikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Kikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Tək ki tumum olsun. Bravo. Axşamınız xeyir olsun Komedixanın bir-birindən özəl və gözəl tamaşaçıları. Saatlarımız 22:00 göstərir. Bu o deməkdir ki, Komedixana başladı. Və təbii ki, axşamınız xeyir olsun bizi canlı izləməyə gələn xanımlar və cənablar. Özümüzdə bir gürültü alqışlayın. Xoşgələrin çox möhtəşəm bir Komedixana sizi gözləyir. Bir-birindən özəl ən əsası gülməli səhnəciklərin sizin görsə gəlmişik. Elə istəyirəm heç vaxt itirmədən ilk səhnəciyi sizə təqdim edeyim. Amma səhnəcikdən öncə istəyirəm ki, bizim səhnə arxasında həyəcanla, sübh tezdən məşq edib, bax bu saata qədər sizin görsə tələsən, aktyorlarımızı, aktrisalarımızı bir gürültü alqışlayaq və onlara bir motivasiya verək. İnanın, onlar ən azı mənim qədər bu dəqiqə həyəcanlıdırlar. Amma bu alqışlar həyəcanı götürür. Ümumiyyətlə, aktyorda həyəcanı götürən iki dənə şey var. Bir alqışdır, bir puldur. Pul istəyən bir şey sizdən. Necə?
Yoxdur pul. Sağlam olun. Siz demədiniz. Allah'a tapşırdım məndən. Və istəyirəm iş sənədi sizə təqdim edim. Ümumiyyətlə biz maşın alqı-satqı ilə bağlı çox silsilə sənədi eləmişik də. İndi yazıda düşən olacaq Mamoğlu eləmişik, sonra Ağdamlı bir qaqamızın elçisi sənədi eləmişik. İndi tam fərqli bir konseptdən və tam fərqli bir bucaqdan baxacaq məsələyə. Ümumiyyətlə son zamanlar maşın bazarı deyən bir məkanımız var bizim. Buradan salamlayırıq bütün dostlarımızı, orada işləyən dostlarımızı. Maşın bazarında bir durğunluq yaranır. Yəni onların bir şikayətini eşitdik biz ki, yəni heç alver eləyə bilmirik. Çünki bu dəqiqə maşını hərə bir tərəfdən gətirir. Nə bilim, pərakəndə satışları var, nə bilim, internet üzərində satışları var deyə maşın bazarı anlayışı yığışdırılıb. Biz də təbii ki, Komedixana ailəsi olaraq buna bicana qalmadıq. Bizim gözümüzdən tam fərqli bir pərdədən izləyəcəksiniz. Maşın bazarı deyilir və biz gürültü alqışlarınızla başlayırıq. İşte maşın bazarındayım, yatımışıq belə. İşte bekarçılıqdır. Gəlsən gəbər, yox, klient nə gəzirir? Gəlsən gəbər, nerede oynayaq? Davay. Oliver yoxdur, Oliver yoxdur bu tərəfə. Oliver o tərəfə olsun, müştəri yoxdur. Bu boyda maşın bazarına girib çıxan yoxdur. Maşın bazarının vaxtı var idi. Adam qaynayırdı ya burada, kaka. Adam qaynayırdı maşın bazarında. Zaman elə bilirdin ki, Qarabağın oyununa gedir. Elə adam var idi burada. Burada bir tane maşın bazarında alıveri var idi, kaka. İnandırım ki, hamı deyir ki, ay kaka sür geçsin, kaka xeyirli olsun, kaka ver gelsin, kaka. Yaxşı maşındır, sür, kaka bunu aşağı elə. Kakalar göydə uçurdu, kakalar göydə uçurdu. İndi nə kaka var, nə alan var. Qalmışam belə. O boyda maşın bazarında. Buraya burada binazat için başımız qarşısına çıxaq gedir. İşimizdən, gücümüzlə məşğul oldu. Boyda maşın bazarında 7-8 tane it var. Arıq itlər gedirlər, gəlirlər. İt də görür ki, alveri yoxdur. Canım, vaxt var idi, it gəlirdi, gördü alver var. Alver olanda mən yedim, maça alırdım. Maçanın ətini mən yedim. Sümüyün it yedi, dolardı. Mən də acam, it də acdı. Canım, maşına yaxınlaşan yox, değil mi? İt yaxınlaşır. Bir tane it yaxınlaşır, təkəri batırır, çıxır, gedir. Vəssalam. Yoxdur. İstəyə pəlaşlayan qalmadı. Nənəmin ətli kartoşkalı cəhli pəlaşlayan qalmadı. Tüm günü bunlarla vuruşuruq. Piraşka. Yersən? Onun bir 3-4'ünü ver görək başına. Şey yoxdur, pulunu ver sonra ye. Vereyim də, narahat olun. Ya, pulunu, bu saat pulunu deyil sonra ye. Sən porşun nə qədər onu sən 96 manat olur, sən piraşka yemeğiyle. Hara yersən bunları sən? Elə şey yoxdur, pulu ver sonra şeylər götür. Ecəm yaxşı, sən altda duran piraşka satıram, heç yemeği yaxşı sanma. Pul gəlir, canınız çıxır. Yoxdur da, nə verəcəm də, nə? Xeylə şey yoxdur. Tatu, verəyəm də sən pulunu. Gör nə aləmə gəldi ki, maşın satanın piraşkı satana borcu var, hadi ki. Gör nə şeydir, verəcəm, Tatu, verəyəm də, verəcəm. Maşın satamı, rezon qarnımız toxusun, verəcək, gör 2 dənə. Maşını satmayayım yandı, maşın sat, pulun olsun verəyəm. İndi öyle şey yoktu. Üz vurma da, eləmə də. Çünki bu da götürür, nə qədər pul var mı, piraşka pul vermək istəmiş, elə şey olar. Yəni cüt yersiniz. Yoxdur da, alıver yoxdur da. Bu dəqiqə, qarnını yelləmə, yekə kişisən. Bu dəqiqə maşın satanları, bu dəqiqə, inanırsan bir 4-5 dənə yaxşı xala lazımdır ki, qoysun qabağını ağlasın. Elə alıver yoxdur, get görün. Elə şey yoxdur. Get yedi. Elə şey yoxdur. Beləşki isti, borclar köhnə. Alıver yoxdur da, verəcəm mən sənə. Məndə yoxdur, vermirəm. Sat sonra. Deyirəm, alıver yoxdur. Çox qəşəng də alıver var. Hardan var? Var, mən görürüm, necə yoxdur? Yoxdur, qabaqlar idi. İndi qabaqlar idi, indi satanmırıq. İndi bu dəqiqə hamı maşın satır. Başı çıxanda çıxmayanda. Adi, bax, girirsən WhatsApp-a qaqa. Qoyar, mən yemirəm, gəl söhbət elən sənlə. Adi, bax, girirsən WhatsApp-a. Qabaqlar girərdi WhatsApp-a, baxardıq adam da belə vaxtı keçər də, maraqlı vaxtı. Gördün ki, biri
Nəvəsinin şəklini qoymuş, qəşəng mahnılardan güllər belə çıxır. Nəvəsi də gülün ortasından da. Belə maraqlı. Həm dədəsinin şəklini qoyardı belə. Hansısa toyda manafdır, dədəsidir, belə pullar gedir manafa. Belə maraqlı videolardır. Biri görürsən ki, nənəsi dünyasını dəyişib, qəşəng belə videosunu düzəldi verib, nənəsinin də bildiyin. Yolun düşsə bu dünyaya bir də gəl. O mahnının fonunda interest düzəldir. Bilmirəm, onu nətər düzəldilər. Nənəsi qəbirdən durur, gəlir, balasını qucaqlayır. Belə maraqlı düzəldir. Adam elə şeylərə baxır da. Qaqa, indi WhatsApp-a girirsən, hamı maşın satır. 2012-ci Passatı, 2008-in Pajeros. Ağa qardaş, burada bu WhatsApp-da bu maşın satmazlar. Məni yandıran bir sənədir. Evlənirlər, balayla Dubaya gedirlər, qaydanda maşın götürüb gəlir. Dədəsini Almaniya aparır müalicəyə, gələndə dədəsini uzadır bir dənə Vitoya, götürür gəlir. Yanıbdır, hamı maşın satır. Dənlə veriyək. Gördək, deyirəm, qulaq as. Bunların mənə dəxli yoxdur. Pulun ver pələşkiyi ye. Pulun ver pələşkiyi ye. Pulun ver pələşkiyi ye. Yerə var veri yoxdur, deyir, pul ver pələşkiyi ye. Əcəb yaxşıdır. Elə şey yoxdur. Əcəb yaxşı, yerisi, səhər tezdən duram, altda canım çıxa pələşki satıram, duruş edirəm. Geç tərəfədən, bir də jog alıb pələşkiyi yığışdı bu tərəfədən. Qəşək pələşki var, Geç bu tərəfədən. Salam aleyküm, xoş gəlmişsiniz. Sağ ol, qardaş. Sağ ol. Nətərsiz, Sağ ol. Maşınlara baxırdıq. Arvada maşın almaq istəyirdik. Gözəl edirsən. Anama maşın yaraşar. Bu anaya maşın yaraşar. Mən elə bir maşın verəcəm sana, özün də görəsən ki, nətər şeydir də. Qaqa, sana bir dənə S-Class deyəcəm, eşsən mənə. S-Class, bax, sən busan, düzdür, S-Class səni sambala mindirəcək. Səndə bir dəqiqə sambal yoxdur da, düzdürmü? Bax, səndə bir dəqiqə sambal yoxdur. S-Class səni qaqa sambala mindirəcək. Elə bir sambala ki, indi sən balaca bir oza bir şeysən də bir dəqiqə. Düzdür. Amma sən S-Class-a minsən qaqa, dərzələr ki, bu kimsə böyük adamdır. S-Class adamı böyüldür qaqa. Getdin, adi gedirsən, toya görürsən, yer yoxdur, yer yox. Paraşok istəyir ki, yerim yoxdur. Amma görür ki, S-Class-dan gəlsən, oradan Prada'nı çıxardıb, S-Class-ı sallı orada. Sənin toyda yerim var qaqa. Gəbər. Yer küçəkdən, bir dayan da bir. Saxdın, pulu verin, çıxın gelin. Hayır. Qardaş, mən özümə maşın istəmirəm. Mənim maşınım var. Arvada maşın istirdim. Çox gözəl. Çox gözəl. Anamıza maşın yaraşar. Anamıza gözəl bir maşın. Həqiqətən də belə anıya gözəl maşınlar lazımdır. Bu dəqiqə qaqa, açıq deyim sən, bu dəqiqə kişilərdən çox kadınlarımıza maşın lazımdır. Bəli. Kişi nə var ki maşını? Bəli. Səhər sürür, gedir qoyur işə, axşam işdən gəlir qoyur. Amma kadınlarımız şütüyür. Şütüyür qaqa, maşın onlara lazım. Uşağı götürür, aparır qoyur məktəbə, gedir girir yaşıl bazara, bazarlığın eyli, gəlir təzdən uşağı götürür, apar qoyur hazırlıqdan götürür, gəlir evdə yeməyin düzəldir, qayıdır gedir, uşağı götürür, gətir qoyur, yemək də hazır, uşaq da hazır, ər də hazır. Ona görə də ona lazımdır, o anıya lazımdır. Belə anıya qəşəng, mən ona yaxşı bir maşın verəcəm. Məz qardaşım. Elə bir maşındır, ana, sana bir maşın verəcəm, velar. O deyir, dosta qardaşa, anıya, bacıya, qismət olası sana maşın vereyim. Bərgən ara da şükür bu günə, şükür bu günə. Haydi. Hansı maşını məsləhət görsən, bir dənə baxaq. Qaqa, mən sənə istəyirsənsə, bacıya mən velar məsləhət görərəm. Velar, bildiyin. Yəni, çox yaxşıdır da, yəni. Rahat sən o maşını sürə bilərsən. Bu Porsche'dir, neysən Porsche'ni? Bu Porsche'dir. Bunu sürəməyik. Sürə biləcəyik, gələk bu otura bilsin ora. Bizən bu, məsələn, deyəsən, arvad maşını sürgə, bu sürüb gələnməyəcək. Gələk bir adam olsun ki, bunu yerləşdirsin ora. Bildin, o yerləşməyə bir problem, çıxılmağı bir problem, o problem. Başınınki velardır, qaqa. Sana bir dənə maşın deyəcəm, yəni rahat. Əziz qardaş, biz tokla maşın istirdik. Tokla maşın. Nə məsləhət görərsən? Mən yenə nə məsləhət olsun, qaqa. Mən toku məsləhət görmürəm. Niyə ki? Mən toku məsləhət görmürəm. Niyə də? Mən toku məsləhət görmürəm, qaqa. Tok məsləhətlidir. Nəsə basılı qalıb, qardaş. Qaqa. Onu eşitdik. Qaqa. Bildin mi? Mən şükür bu günümüzə, şükür bu günümüzə. Mən yenə deyirəm, sən nə tər məsləhət deyirsən, elə olsun. Nə istəyirsiniz olsun. Amma tok bu dəqiqə elədir ki, şuadır. Deyirəm, ona Tok deyirəm. maşınları şuadır. Deyirəm. Olsa bir dəqiqə hər şey şuadır. Telefon şua, qulağımda nə taxırıq belə. O şua, Wi-Fi şua. Biz qabaqda nə deyirdilər? Qabaqda nə deyirdilər, baş? Deyirdi ki,
Gerginliğin altında dayanma. Tok var o. Şimdi biz gerginliğin üstünden kanka. Sen o bu gettir tok maşını aldı bu gerginliğin üstüne otur. Öyle baba başının zobu var. Şu anda birbaşa zoba ziyanlı. Bu sabah maşını aldı getdi kiməsə salam vermədi deyəcəklər ki başı şif. Ama onun şifdən zobdur. Onu zob baba görsən baba zobu var. Qardaş bir dəqiqə ha. Sen Bir dəqiqə daha nə? İlandan zəhər çıxarsan, nə qarsan qardaş? Yok bak. Mən onu eləyə bilərəm da, gözəl Mən sana qardaş. gönderdim. Maşını alaq qaqa. Mən sana qardaşlarına bir dənə mən sana həkim verəm, bunu bu zobun gör. Həmin bu buxağı götürsün. Bu buxaq götürüləsidir. Həm də zoblu hamısını götürəsin. Sən də rahat olma qaqa. Elə maşın. Sən neysən ki tay? Arkadaşlar da görüşürsünüz. Benim sakın yoktu ki. Buna program yazdım. Sen öyle. Bu Çin istehsalıdır bu. Zavod deyə qardaş, inandırım səni. Mən də sənin kimi idim ilk dəfə işləndə. Özüm təzə evlilikdə 3 gündən sonra tuturdum nə deyir. Zavod. Yəni hər şey problem yox. Belə də danışırlar. Yağ süsdən düzəlməz elə mi? Boğazın azadına yağ süs. Yox, yağ azad düzəl şey deyil. Bazı, yəni mən sizə yenə deyirəm, nə məsləhət bilirsən, amma mən sizə toku məsləhət görmürəm qaqa. Tok elədi ki, sabah rayona getdin, tokum qutardımı, zaryadkası qutardı, neynəyəsən qaqa? Əlində məcbursanmı, şununla razetka axtararsan, buna hara dürdün, buna hara dürdün. Amma benzin elə ki, benzini tökdün, əlini qoydun qulağın dibinə, bildin, sür hara istəyirsən. Neysən tok maşın? Bazı, İşləyəm. ən yaxşı gəbər. Bu düzələn şey deyil. Ən yaxşı qaqa, mən veları verim, geçsin. Yox, qardaş. Arkadaşlar da görüşürsünüz. Ay ben sana göre deyirəm, mən yenə də tok maşını almaqsan olmaz. Bax, yağışlar başlayacaq. Tulaya su yığılan kimi tok maşına gelirsən, tok səni vurur, keçindirəcək. Bax, mən sana deyirəm. Başa düşmürəm. Sizin fikrinizi başa düşmürəm. O səni çox gözəl başa düşür axı. Başa düşmürəm mən. Bütün millet bu tokla maşını sürü problem olur. Benim sürüde problem çıktı. Nerede yaşayırsınız qaqa bir yerdə? Yaşayış deyil o mənki. Kimizin canı deyirəm, mənki yaşayış deyil. Ciyiltidir, ciyilti. Nə deyirsən, tokla alaq da deyirsən, hə? Tokla başı... Tokla yeyək də qardaş, bunu tokla yeyək. Hoşum geldi. Yenə mən dedim qaqa, mən dedim. Bizimki tokdur. Olsun, nə tanısın? Gəl gedək o tərəfə. Gel. Gel. Kardeşin olarak gel. Yeri. Sattın da pulunu ver demem. Ay, ardından sattın. Sattın da mı satmadın pulunu? Hayır, yer çıkıyor, bunun qarnına zadına bak. Yer çıkıyor buradan. Çıxarlıq eləmə, ona ver. Qardaş, bu maşınlara kim baxır? Mən? Buna da sən baxsan, qardaş. Hə, ona da mən baxıram qaqa. Toka da sən baxsan, o bir sən baxsan. Məcburam, ikili getməyə məcburam qaqa. Ev ki, ət satmırsan, ev ki, toyuq da satırsan da bölündə. Məcbur, belə də satırıq, belə ət keç bitarıq. Keç satırıq da? Keç bitarıq da. Keç bitarıq da. Yeri geç da. Kardeş bileşke de çiğ verirsen. Bak, burada kartoşkalar da var. Bileşke alabiliriz. Azalarım da, ya, qoy bir də birinci maşını Birazdan alaq. alacağız sizden. Baştan al, bileşke de alacağız. Qoy yediyini həzm elə, ondan sonra alarıq da. Koşum gelin kartoşkayı da değil. Ponçik de ponçik. Ponçik de var ya burada. Yeri tişet lan, sırtak adam da ya bu. Hadi. Hə, nə məsləhət görsən, qardaş? Bu tokla maşını. Tok maşını. Hə. Qaqa, elə mən məsləhət gördüyüm tokdur. Tokdan o yana maşın mən görmürəm. Tanımıram. Bu dəqiqə, bu tokdan rahat bu dəqiqə maşın yoxdur. Tokdan, rahat dəqiqə. Bax, aydın maşınlar var da, o Nemesin aydın maşınlar. 200-300 min dollar, ha, niyə qaqa? Niyə, nə oldu? Bax, niyə? Niyə 200-300 min dollar? Niyə, səndən söz soruşsun? Bildim, qardaş. Yox, səndən söz soruşsun. Niyə 200-300 min dollar? Bildim, qardaş, mən onu satmıram, amma mənim üstüne yetişir. Bildim, mən kimə deyim, mən Alman, mən başa düşməyim, mən onu başa düşməyim. Mən məcburum dərdimi sağ deyim. Yaşa. Niyə elədi? Ya, niyə elədi də bu üçün? Mən nə bilim, ha, qardaş? Yəni qaqa, mən dərdimi kimə deyim be? Bildim, Qaqa, bunu qoyub 200-300 min, bunu alarsan qaqa. Yox. Bunu al, bunun 300 min qiyməti var qaqa. Amma bax, bu 45 min dollar. Nədir 45 min? Maşın budur. Rahatçılığı, onda nə varsa bunda da var. Niyə mən gedib onu verməyirəm? Mən niyə başını gedib verirəm? Boşu tok almalı da qaqa. Öz də deyirlər ki, işte bu tok maşınları zat var. Gəlir ki, şu azad verir, boş söhbətdir. Boş söhbət, nə şu? Az şu? Bax, özün dedin, Kimdi? Sən. Nə vaxt dedim? Bax, bir üçdə qabından qabaq. Yardım edin ki seni körpeğin altı çok vurup vuracak, kalacaksan suda. Üzüldün işte. Görmə dedim, sən məndən maşın alsan buna proqram yazdırayam. Ki başa düşək, belə başa düşmürəm, heç cildil başa düşmürəm. Mən, bacı, mən onu dedim ha, nə vaxt demişdim mən onu? Bayaq dedim. Bayaq dedim. Baxa, kitaylar deyirlər, günü-gündən inkişaf edir.
Dəqiqə bə dəqiqədir. Qabaqlar idi günü-gündən. İndi dəqiqə bə dəqiqə. Məsələn, şua var, proqram yazırlar, atırlar bura, şua yığışıldı. Əksinə bu dəqiqə tok maşınları var ha, zobun müalicəsidir. Kimin zobu varsa tok maşını sürməli ki, o müalicə eləsin. Yəni elədir, adi gedirsən, məsələn, gördün, tok qutardı da. Heç bir problem yox. Hər yan tokdur, girdin maşını, taxdın, süt çıxətdə. Yəni problem, mən məsələn, toku görürüm. Alırsansa tok al. Öcüm şey çıkmışı, belə deyirsin, belə deyirsin. Qaldığı ki, ortasına dayabilsin, bilməyir. Əsas adı bəyənirsən həyatım. Hə, bu şeydir, xoşum gəldi. Paspasla zadla açmaq olmaz mı bunun səsi? Bildiğin zulüm diye bu, zulüm. Ben evde zulüm çəkirəm. Mən şeyə görə demirəm qaqa, sən nə tərməzsən. Məsələn, bizdə evdə trap tutulmuşdu. Dərmanlar var, xüsus tutsan qalır orada. Eləsən bir dənə yoxla da, bəlkə nədirsə ilişi orada açsın, çeysin, yesin. Ha, yox, qardaş, trap, sən nə danırsan? Sən məftil sal, belə öyle çıxart. Ha, bildim, kalacaqsa tutulmuyor diye, mən nağarram. Yox, səsinə görədir. Yox, qardaş, mən də randoyu seçimli belə. Gözəl. Randoydu, anadan doğulan belə oldu. Nə deyirsən qaqa? Heç də, biz onu alaq da bunu da. Mən bir götürəyim bunu. Ona gedək, biz barda çoxdan pulu götürək gələk. Öpürəm, başıma dönüm, başıma dönüm. Şükür bu günü, şükür. Nədə Aliver yoxdur. Gəl sən öpün, xeyirli olsun. Götürəcəm barda çoxdan, götürəcəm onu. Götürəcəm. Şeydir bu da, xoşum gəldi. Yeri. Belə bax, kire olsun. Kire pleşkini verin. Ay pleşkin. Alacam da, alacam, yeri də. Bence değil, haçan alacaksan, ya dayı. Rafa. Ben indi pıraşkıdan yiyeceğim, get bura. Ay Rafa, sağ qurban onlara. Sana ne kadar borcum var benim? 96 manat. Gödə kalkulyatordur. Sen sana şak bir tane yüzlük vereceğim, koy getsin. Sağ qurban onlara. He. Bana bir tane oradan qəşəng bir pıraşkı ver görüm. Rafa, bunu nənəm gecə ilə 3 dərsini pişirtdirmişəm He, buna. yalasın. Bilsən nədir bu? Get görüm. Nə var? Peraşki long. Nedir bu? Peraşki long. Range Rover zadı bu long olsun. Ne bakın çıkartmışsınız siz. Yersən? Yok, normal pıraşkın yoktu senin. Yeri bunlar da ancaq var. Bir dənə görüm. Sen canın yer git kız kardeşe söyleyeyim. Pıraşkının da zaten. Kralıq edirsən, kralıq edirsən və biz verəcəksən. Sən Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Nə tez çıxırsan? Mən gəldim demək ki, uşaqlara meyvə al. Ağlın başqa yerlərə getməsin. Oba marketləri alış-verişdə çox çevirdi. Həmişə fikir vermisənsə, başqa yerlərdə kassan qabağında növbə olur. Amma oba marketlərdə kassirlər o qədər belə çevirişdirlər ki, şərait yaratmırlar ki, kassan qabağında sıxılı olsun. İnsan bunları maşına qoy, mən də meyvəm gəlir. Hə, hamısından alar. Yaşlılar atın. HEL sürətli böyüməsi və artan qlobal populyarlığı ilə dünyanın ən sürətli inkişaf edən sərinləşdirici içki markalarından biridir. 2006-cı ildən 100% Macaristan brendi olaraq bazara çıxan HEL qısa zamanda liderliyə yüksəlib və bugün 60-dan çox ölkədə istehlakçıların seçiminə çevrilib. Yüksək keyfiyyət, əlçatan qiymət, güclü marketinq və müasir istehsal infrastrukturu HEL-i sərinləşdirici içkilər bazarında unikal və etibarlı brendə çevirir. HEL gücünü keyfiyyətdən alan qlobal liderdir. Eşq olsun bir daha hər birinizə necə də əhvalınız? Yaxşıdır mı? Əsas yaxşı olsun. Dostlar, çox vaxtınızı almayacağım. Digər səhnəcə keçid edirik. Digər səhnəciyimiz aramızda bilmək istəyirəm. Çox tənbəl adam var, bir əl eləsin, etiraf eləsin. Çox qəribədir ki, heç kim boyunam, hamı yanındakini göstərir. Yox, heç kim beyləm, hamı beyli göstərir. Tamam o zaman, o göstərdiyiniz adamlar onda daha diqqətlə baxsınlar. Digər səhnəciyimiz gəlir. Tənbəl gəlin. Sizin alqışlarınızla Qəbir xala çayırırsınız. Belə zülüm olar. Belə dərd olar. Belə tənbəl gəlin olar. Da ailə də görmüşük, gəlin də görmüşük, da beləsin yox da. Biz də gəlin olmuşuq da. Səhər o başdandan
Xoruz oyanmadan gedirdi. O xoruzun toyuğunun altından yumurtanı götürürdü. Gəlib pişirib qoyurduq ərimizin qabağına. Nə xoruzun xəbəri olurdu, nə də toyuğun. Bizim kanma hələ yatıb. Hələ yatıb. Sonra da deyirlər ki, ana oğulu doğuldurur. Mən neyniyim? Mən dərdimi kimə deyim? Gəldi. Fağır oğlum gəldi. Mağmun oğlum, zəhmətkeş oğlum gəldi. Ana, sən başıma dönsən, qadı oğlum, ana. Sən mən qoymadın, ne böyle işləyim. İnanırsan, bu qardaşlar mebelin Binəqəddə zavodu var, zavoda getmişdim. Bu günlərim o bir xəstəxana var, onun səhiyyən mebelini təhvil verməliyəm. O qədər iş var, amma anamın mesajını aldım ki, təcili evə gəl, bir də ocaq şəkli qoydum, ocaq şəkli. Bildim ev yanır. Sən gəlin hanı? Harda olacaq? Harda qoymusan orada? Yerinin içində. Hələ qalxmayıb. Hələ durmuyor. Sənə qız doğan, heç sən demirəm, heç sən demirəm. Günorta saat 1'dir, bu vaxta kimi gəlin yatar. Ay sağ ol. Bu gecə məndən qabaq yatıb, ebe deyəm yuxusuz olub yox. Məndən qabaq yatıb, bu niyə durmur ki? Bu niyə durmur? Bala, bir dəqiqə sakit ol, mənə qulaq as. Bax, mənim sözümü də pis başa düşmə, yaxşı mı? Yox, ana, nə pis başa düşürəm. Sənin sözün mənim üçün qəbuldur, danış, rahat danış. Bax, bala, 61 yaşım var. İndi bu həyatı görə gəlmişik. Allah sənə ömrü versin, bəli. Özümüz də gəlin olmuşuq, nə qədər gəlinlər də görmüşük. Bəli. Özün də bilirsən ki, bayram gəlir qabaqdan, yaz gəlir. Bütün gəlinlər əldə ayaqdadır. Bəli. Biri pərdə yuyur, biri pəncərəni silir, biri xalça palazı çıxardır, çırpır, biri həyət bacanı təmizləyir. Hərə bir işin qulpundan tutur da, düzdürmü? Bəli. Amma sənin arvadın bala, hələ yeni ildən qalmış yolkanı sökməyib. Ana, sənin başı dönüm. Mən bildim elə sənin mesajdan tuttum ki, vəziyyət yaxşıdır. Mən də deyirəm, mənim bəxtəm olub, anam günü-gündən kökəlir. Nə yaman şükür? Heç demə söz şükürdür, mənim anam. Tata şükürəm. Sənin için doğrulmuş ana, danış. Danışdım danış, bala, bax, bu nədir? danış. Bunu niyə söküb yığışdırmır? Nə gözləyir? Gələn bayramı? Yox ana, yolka ilə bağlı sözümüzü danışmışam. Ceyhunəyə demişəm Ceyhunə, bax, qabaqdan yaz gəlir, Novruz bayram gəlir. O yolkanı sök, onun yerinə bir səməni düzək qoy, bir xonça bağla, xonçanı bir şirniyyatla doldur, qoy ora. Bəs yaz gəlir, təbiət yaşıllaşır, bizim evdə də bir yolka yığışsın da. Dedin? Dedi mi? Nə dedi? Məni aldı, bıraxmadı. Girdi nəslidən, çıxdı kökdən. Ölü demədi, diri demədi ana. Niyə bala? Dedi ki, yaşıllaşır, yolka da yaşıldı da, yaz gəlir, bizim yolkamız da yaşıldı da. Nədir bəyəm, yaz gələndə meşədə bu yolka ağacların kəsib aparırlar. İnansın, ana mıqq elədim. Mıqq elədim, mən mıqq elədəcək, mənə də boynum girir, belə. Mıqq alam belə. Bura evdir, bura meşədir. Nə bilim var. Hadi yaxşı, yolkanı qoyduq qırağa. Qoy onu qırağa, yolka girir. Qoyduq. Bax, bütün gəlinlər sok çəkən maşın alıb da. Bəli. Hamı onu birinci gün alan günü gətirir qoyur, soku çəkir, içdilər, yığışdırır qoyur ora. Da bir də istifadə elə. Eləmirlər, yox, eləmirlər. Sənin gəlinin də sağ olsun, hamı kimi gətirdi. Elə o da həmən günü soku çəkdi, içdi. Hamı kimi də yığışdırdı, qoydu yuxarı. Düzdür? Bəli. Amma bir fərq var. Xalq yudu qoydu, bu elə qabıqlı, çirkli, şirəli qoydu ora. Olar elə şey ay bala. Olmaz, yox. Ora qarışqa daraşır, düzü yığışıb, gör nə gündədir oralar. Yox ana, olmaz. Dedim, canım üçün dedim. Elə bir sən demədim, dedim. Hamısını deyirəm. Dedim ki, bax Ceyhunə, bunu niyə elə qoysan? Mən qaçdı ki, gözüm bəldə. Dedim, mən başqa analarla səhv salmayı. Mən hər gün balama apelsin soku çəkib, içirdim, məktəbə yola salan anayam. Bu hər gün də istifadə edirəm də, mən bunu tanıyayım. Eləyir hər gün. Hər gün ana, hər gün. İnanırsan, söz tapanmadım, mıqq elədim. Ona görə sən də... Yaxşı, sok çəkəni də qoyduq. Qoy qırağa ana, qoy. Qoyduq qırağa. Çox deyəm bala, hansını deyim? Bir de cavabı al da, bir de cavabı al. Zibilə nə deyək? Zibilə. Nə olub ki zibilə ana? Ay bala, zibili görmüşük ki, adam hər gün atar da yığılır, qalır orada. Bəli. Sənin xəbərin var ki, bizim evimizdə zibil neçə gündən bir atılır? Neçə gündən ana? 15 gündən bir.
15 gündən? Hə, bax 5 gün qalır o vedrənin içərisində o klok. Yığır, görür doldur, kloku belə eləyir, qaldırır, klok idi kəldir. Klok daşınca yığır, görür yer yoxdur, götürür, ağzını bağlayır, asır mətbəxin qapısından. Haşa. 5 gündə orada qalırmı? Bəli. Gələn dəyir, gedən dəyir. Görür düzü yığışdı, başında orada nələrsə qurtlar uçuşur. Bəli. Götürür, aparır, qapını açır, qoyur bloka ki, həyətə düşəndə ataram. 5 gündə orada qalırmı? Bəli. Qonşular başlayanda deyinməyə ki, biz iydən evimizə girə bilmirik. Onda gəlir götürür, qonşularla qırışa düşür, gedir atır. Olar belə. 15 gün? 15 gün. Ay, mən də icraya zəng vururam, ola bezdirirəm ki, gəlin bu həyətdəki zibil qabını dəyişin də. İyi götürüb, heç demə iyi mənim qapımdan gəlir. Sən də əri dölsən, bir yumruğu belə vur stolun üstünə, deyinən ki, apar o zibili at. Kimdəsin? Sən başladı, mənim qolumda 2 dənə mil var, əlimi stola vurmadan. Sümüyüm çatdır getsin, ana, sən qurub olum. Elə bir sən demirəm, deyirəm, zibil haqqında danışmışam. Elə zibil deyən kimi, gözlərim bələtdi mənə dedi ki, nətər qansız adamsan sən. Niyə? Mənə dedi. Dedim, niyə ki Ceyhunə? Dedim, mən o zibili bilə-bilə bloka qoyuram. Qoyuram onun bloka ki, indi qışdır. Çöldə aş pişiklər var. Qoy pişiklər elə gəlsinlər bloka, o zibili eşəlib içindən ətimi, sümüyümü yesinlər, qidalansınlar. Mənə dedi, ana, inanırsan, 2 dəqiqənin içində oldu Ceyhunə heyvansəvər bir qadın, mən oldum pişik qatili. Məni bir vicdan boğdana, indi ona görə harada pişik görürəm, əlimi qoyuram, mənə bağışlayın. Mənə bağışlayın. Söz çatdırmaq olmur ağına. Yaz gəlib, təbiət oyanıb, sənin arvadın ələ oyanmayıb. Ana, sən başı ödənəm, onun saçına bax, onun başına bax. Adamın iştaha küsürəyə qurma onu. O bəlkə saçına axınca və daraq nə vaxtlar mən bilmirəm. Gecə dedim ki, həyat yoldaşımdır, bir saçını sığalayım, sonra sığalanmırdım. Saçımı sığaladım, əlim ilişdiyə saçlar. Səhər 5-ə kimi saçın dolaşığına çanmadı. Ay bala, dedə, deyinən bir başına gözünə əl gəzdirsin. Başıma qan getdi. Sabahınız xeyir. Sabahınız xeyir nədir? Gün orta birdir, Ceyhunə. Bu vaxtda yuxudan dururlar. Nazim, sən niyə işə getməmsən? Gedib bala, gedib də, gəlib də. Sənin ərindən xəbərin yoxdur. Mən işə gedəndə sən yatsını içinə ayağımın altına qoyub qoruldayırdın. Durub yola saldırımdan danışır. Qulaq as, Ceyhunə. Sən bu evin işlərə niyə məşğul olmursan? Soruşmaq olmasın. Hə? Bu nə tənbəllidir, bu nə çirkaflıqdır davam edir bu evin içində. Nə? Nədir? Sənin xəbərin var ki, bu evi toz basıb, biz hamımız alergiya xəstəsiyik. Ovuc alergiya dərman atıram. Ana, başına dönüm. Polad alimdən 3 dəfə askırır, mən 7 dəfə. 7 dəfə. Amma evdə askıram da, mənim çöldə askıram yoxdur ki. Abi, bu gəlinlərin bircə dənə yuxusu var. Ona da qarışırsınız. Mən neyiniyim? Bax, səhər durdum. Sabahınız xeyir. Neyiniyim də? Sən günorta evə gəlmirsən, mən də günorta yeməyini bişirmirəm. Özüm üçün qəşək günorta dururam. Sana da sevgi dolu gecə yeməyi bişirirəm. Onu istəyirsən ki, səhər tezdəndən durum, başım ağrasın, sağ axşama yemək bişirməyim. Ana, gecə yeməyimə dəymə mənim qarşımda. Zafdıq abed yığışıb gecəyə dəymə qarşıyla. Dayan görəyə, ay gəlin. Ay gəlin. Sənin ərinin də axşam gəlir deyə. Mən ac qalım. Bu evdə başqa adam yaşamır. Düz derdi anam, düz derdi. Sən bu evdə yemək pişirməli dörsən. Yemək qoydum bir Ceyhunə. Nədir? Mənə qulaq as, heç yemək qoydum bir sən bu evin təmizliyi niyə məşğul olmursan? O yolka nədir? Nədir? Biz səninlə o yolkanı qurduq, dekabrın əvvəli, düzdürmü? Dedim dekabrı qur. Qurmuşam, dekabr, yanvar, fevral, martda gəlir çatır. Bu yolka yığışdırmalı deyil. Nadim, səni narahat eləyən o yolkadır? Mənə narahat eləyən o yolkadır. Gecə yeməyi xahiş edirəm, gecə yeməyi nəzərində olsun. Nazim, yolkanı sökmək mənim əlimdə 2-2-dir. Sadəcə olaraq deyirlər ki, yolka oksigen buraxır, tozu da
özünə çəkir. Mən də sizi düşünürəm, yolkaya əl dəymirəm ki, evin havası fresh olsun. Nə olsun evin havası? Ay gəlin, o tozu çəkib oksigen buraxan, o həyətdəki yolkalar deyə. Plasmas yolka deyir, o bizə nə oksigen verəcək? Düzdür, bu nə çəkir ki, nə də buraxa? Qaynana, sən narahat edən o yolkat da, hə? Hə. Onu yığışdırmaq mənim əlimdə 2-2-dir. Burada 2-2-yə. Nazim! 1. Yolkanı sökürsən. 2. Yolkanı yığırsan qutuya. 3. Yolkanı qoyursan qaldovkaya. 4. Əl çəkin məndən. 5. Bura yığmısınız. 6. Bəstirin. 7. Nədir? 8. Nədir? Hə? Ana, 9 üzü yaxşıya getmir başı ödür. Gör nə deyirəm. Gördün ana. Yəni o yolka mənim boyumda qaldı mı? Qaldı. Mənim günüm mü deyə başı ödür. Mənim günüm mü? Heç də mən yığışdıram yolkanı. Yığışdıram. Yaxşı. Yolkanı Günün bildik. Dur buraya gəl. Dur. Gəlin, keç oradan. Keç bir yana, cək Ben ona. dillənmirəm. Valla çək bunu bu tərəfə. Onu çəkim ana. Bunu biraz çək bu yana. Ana, eş eləmə, çox başı ödür. Çək bunu bu yana. Mənə gecə yeməksiz qoyasan, bax, sana deyirəm. Bir, iki, üç. Gəlin. Ben bu nədir? Ben ne olar ki bu evi yığışdıranda bir əlimi divanın altına salasan? Zibilxanadır bura, nədir bu? Ana, sana bir söz deyim. Bura yaxşı belə samballı bomj lazımdır. Hər cür yeməyi, içməyi də var. Gəlsin, yatsın. Ceyhuna, bu nədir Ceyhuna? Yolkanı bildim, 1, 2, 3 dedin. Bu nədir? Buna 1, 2, 3 dedin, biz də yığışaq. Ana, bunu təkləmisiniz məni. Oturun divana, deyəcəm o nədir. Gəl bak. Oturun və dinləyin. Ana, gəl Valla bax. biz zibilin içində nətər Oturun oturaq? və dinləyin. Gəl bax. Ay dedəm, gəl. Gəl başa dönün. 1. Hə. Uşaqlı ev belə olar. 2. O çör-çöpü ora mən tökməmişəm. Sənin uşağın, sənin nəvən tökür. Ay, bu 2 oldu. 3. Nərmə nazik arıq qızam. Divana gücüm çatmır ki, belim sərpər. Ay, sağ ol. 4. İstəyirsən belim sərpsin. 5. Neçə dəfə dedim ki, ay Nazim, o divanı orada neyniyək? Dedim, vecvə alma. 6. Vecvə alma. 7. Nə istəyirsiniz məndən? 8. Buradasınız. 9. Əl çəkin. Yekunlaş. 9 bəsimizdir. 10 pis yerə gedir, yenə deyirəm, ondan qorxuram. Mənim əlimdə kozur yoxdur. Səndə kozur varsa, xod elə. Bir dənə kozurum qalıb. Gözlə. Gözlə. Bu da ərçəkmir, bu da ərçək. Gəl. Gəlin, bax bu nədir? Bax bu bezi neçə gündür dəyişdirmirsən? Hə? Bala, bilirsən bu bez bunun əlində neçə gündür? Çəkil bana, çəkil bana. Nene, saymışam, 3 gündür. 3 gün? Hacı ona. Bu nə yığıb saxır, təzəkdir, qışda yandırasın ha. Can bala. Ata çəkmişəm, Çəkmişsən? 5 kilodur. 5 kilo. Dalımı belə qoydum tərəziyə. 5 kilo. Belə olar, ay gəlin. Bu bir yazıq uşaq nətər gəlsin? Elə bir lafet qoşublar uşağa. Hər şeydə də günahkar mənəm də, hə? Mən yazıq. Mənəm günahkar hər şeydə. Bax, kimdə günahkar? 1. Günahı özündə axtar. 2. Sən dedin ki, pulu çox xərcləyirik, ekonom elə. 3. Səni fikirləşirəm deyə, ekonom eləyirəm deyə gec-gec dəyişirəm o bezi. 4. İstəyirsənsə get özün dəyiş. 5. Əl çək. 6. Buradasan. 7. də yemək yoxdur. Evet, yer keş bir yana da. Ana, sözün nədir ana? Kartım qutardı. Qutardı.
Bacara bilmədin, mi gəlinimlə? Mıqq elədim. Niyə mıqq elədin, ana? Bilirsən niyə? Sənə söz çatdıra bilmədin ona, hə? Çünki sən texnik universiteti qutarmısan, bala. O, dillər universiteti qutarır. Sən ona dil çatdıramazsan, özünü yorma. Çatdıramazsan. Ana, ona görə də eşsən məni. 1, mən yavaş-yavaş yığışım. 2, gedim işə. 3, məni nahaq çağırmısan. 4, mənə bu lazım idi. Lazımdır. 5, heç mənə də lazımdır. 6, yandırır, 7, bunu dəyişin də. 8, get, 9, al, 10, gətir, 11, dəyiş. Dəyişin. 12 olmamış mən aradan Mən hamısını çıxam. aldım mən. Mən hamısını aldım mən. Sən nə işə qarşısın? Bu nə yazıb bura, mən heç nə başa düşmürəm. Zalım qız zalım, telefonu da götürmür. Spitsiki verib, göndərib mənə marketə. Nə yazıb bura, nə oxunur, ilan qurbağa ağzına gələn. Alo. Alo. Telefonu niyə götürmürsən? Telefon o bir otaqdaydı, eşitməmişəm. Bildim, o bir otaqda ev telefonu deyil ki, deyəm ki, o bir otaqda qalıb. Mobil telefondur, mən qoy üstüvə da. Bu. Niyə zəng eləmirsən, de də. Zəng eləmirsən, bu spitsiki yazmışam, mən heç də oxuya bilməm. Bu nətər yazmışsan sən bura? Bu nədir belə yazmışsan? Apendisit nədir? Apendisit yox, apelsin. Apelsindir, yaz apelsindir. Yazmışsan apendisit də. Ay, sənin apendisin patlasın, mən necə demirəm səni. Məni içərdən abara qoymuşsan. Yaxşı, bax bu nədir, nə yazıb bura? Bax, kaçeli nədir, kaçeli? Kaçeli yox, peçeni. Peçeni, bu peçeni, bu spesifik, necə var gətirəcəm səni özümə. Görüm sən bura peçeni yazmışsan, yoxsa kaçeli yazmışsan. Abara qaldım mən bu marketin içində. Sonra bura nə yazıb? Bu üçüncü nədir bəs? Babnik. Nə babnik? Bublik. Bublik var ya, o yumru, daş kimi başa vurursan baş partları. Ondan. Deyirəm ki, səni qınamıram, nə tər danışırsansa, elə də yazmışsan sən bura. Yaxşı oxu da, yaxşı oxu. Tak, deməli Babnik. Babnik görmüş, mən də bayaqdan qızı boğuram ki, Babnik, Babnik. Sağ ol. Salam aleyküm müəllim, salam. Xanım, bu kalbasa halaldır. Baxım, hansı kalbasından götürmüşsünüz? Nəsə? Aldığınız hansı kalbasadır? Yazıq sana xanım sıra. Oscar. Mənim Oscar deyir, Roskodur. Roskodsa 100% halaldır. Dəqiq, sənətli, sünətli, halaldır, elə mi? Bəli, əlbəttə ki, halaldır, əlbəttə ki, halaldır. Bax, bu boğaz var, xanım, boğaz. Bəli. Buradan indiyələ təmməllər haram dişə keçmir. Elə? Ancaq haram. Ayaq üstə güclə dayanır, haral mal axtarır. Harada da səylər var, gəlib yanımda dayanır. Mənim icazə verərsiniz, bir dənə xanımı yola salım, sonra sizin kalbasanı vuraram, olar? Xanımı? Bəli, xanımı yola salaq. Xanım, hara uçursun xanım? Uçuram nə deyə? Oy, nə gözəl göz sızdırırsan ya xanım. Marketdəyi alışverişə gəlmişik, hava limanında deyilik. Xanım, Bəli. ödəniş nağd olacaq, yoxsa kartla bax? Kartla olacaq. Kartla olacaq, Bəli. saat. Bir dəqiqə. Buyurun, zəhmət olmasa aparata kartınızı vurun. Bir dəqiqə. Ay xanım, pul oturmadı axı. Necə yanı oturmadı? Kartınızda pul yoxdur. Necə yanı yoxdur? Yoxdur da, ay xanım, oturmadı, görəm ödəniş. Bir dəqiqə dayanın xanım.
Göz sızıranda elə bir belə eləyir, bax təfiyyat. Alo. Pünhan, sən mənim kartıma pul atmadın. Necə yanı, mən səni bayaqdan gözləyirəm, ha. Necə yanı, maşındadır. Düş, götür, vur. Vay, 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 vay. Nə gözəl sözdür o. Götür, vur. Yalan sağlığı. Hə, bu nə yazıb bura canım? Məni gircələk qoy deyə bu arvad deyə burada. Oxuyanmam, qırı. Alo. Alo. Hə, zəhər alo, çor alo. Zəhər alo, çor alo. Nə oldu, Hə, nə olacaq? Mən bu siyahını düzəməliyəm. Sən bunu caynağınla yazmısan, əlindən yazmısan. Bu nədir bura yazmısan? Qırışmal. Qırışmal yox, kraxmal. Ay, mən nə tək qolu. Sən baş odun, bəlkə mən səhv oxuram. Bura nə yazıb baş odun, nə yazıb? O ikinci qırışma. Ha? Qırışma. Eşitdin, yaxşı, mən oxuyanmıram, bacı da oxuyanmır. Geçənin kassilidir. Bu. Yaxşı, qırışmalı bildik. Bu nə oldu? Kraxmal? Kraxmal, kraxmal. Yaxşı. Bax, bu nədir? Alabaşına, kül başına. Nə ala başına, kül başına? Qarabaşaq 1 kilo. Ay, canım üçün sən mənə bax, sən məktəb oxumusan. Qoydun ki, oxuyum, 9-cu sinifdən götürüb qaçdın. Mənim belim qırılırdı səni götürüb qaçan yerdən. Al gəl, tez gözləyirəm. Tez elə, telefonda qal, görüm oxuyanmasam sən vuracam. Tak. Ağam, nə oldu ağam? Yola salın, nə bir geçir yaxı. Xanım, nə oldu axı? Bir dəqiqə gözləyin. Alo. Pünhan, nə oldu? Cəmaat məni kassədə gözləyir. Ay, Pünhan, at da. Növbədəyəm mən. Necə yəni bu qədər mal-mülk neynirəm mən? Sən yirsən də, sənin üçün bişirəm də, soyucu bomboşdur, Xanım, deyirəm, bəlkə sizə bir jest eləyim. Bir dəqiqə. Nə jest? Bu aldığınız bazarlıq var, ha? Aha. Ümumi qiymət nə qədərdir? Hardasa bir 100 manat. Nə qədər? 100 manat. Zəncir adana firfara deyən nə oldu? Mən də narahat qaldım, Deyirəm də, harda səy-süy var, gəlib məni tapar. Elan. Pünhan at da, Pünhan, gözləyirəm, kassadayam. Hə, atırsan, nə qədər, xanım nə qədər elədi? 65 manat 50 qəpik. Hardasa 450 manat. Tez ol, at, mən gözləyə bilmirəm, camaat burada məni sıxır. 500 manata at kartıma. 3, 2, 1. Gəldi. Ay xanım, sizin bazarlıq 65 manat 50 qəpik eləmişdi. Ay xanım, sən neyim olasın mənim bazarlığım nə qədər? Mən özüm yaxşı bilirəm kimdən nə alıram. Gedir vurum gedim. Buyurun xanım. Keçdi. Bəli, keçdi xanım. Buyurun. Götürüm gedim. Ay. Ay yoldaş, ay müəllim. Ay müəllim, gətir kavasovu vurum, sən də get, gəl. Gəl. Keç! 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 Pünhan budur. Məluməm, nə qardaş? Keç! Gəbəl, özümə yazırın gəlsin, gəbəl. Keç! Sən ol. Gəbəl. Geri bil! Ay qız! Bəli? Sən özün də sayırsan, ha? Ay yoldaş, səsinizi aşağı eləyin. Bura mağaza deyib, müştərilər var burada. Səsimi aşağı... Bəli. Mənim üstümə gəlirsən sən? Deyirəm, biraz sakin ol. Mənim anam haqqında deyirsən bunları? Mənim haqqında... Bir də... Qızlar, lazım deyil, qızlar, lazım deyil. Aralı deyərsən, sən aralı deyəm. Sən aralı deyərsən, danışma. Gəbəl, vuracaq ailəsi də, nə gəbəl? Sən mənim üstümə gəlirsən? Yox, mənim...
Mənim haqqım, mənə səs tonu qaldırmaq! Yox, deyirəm, biraz yəni sakit olun. Mən istəmirdim belə olsun. Bu saat səni mən TikTokda biabır eləyim. Sən də bax gör, yəni. Əziz TikTokda izləyicilərim, baxın. Özbaşınalıq başalıb gedir. Gəlmişəm marketə, bazarlıq elədim, nəyi var, hər şey aldım. Bir də görsəm nə? Mənim pulumun üstünü qaytarmayıb. Baxın özünüz, cavab ver. Cavab ver izləyicilərimə! Ay mənim, siz sakitləşin. Siz sakitləşin. Telefonu qoyun yerinə. Əcəb bir şey düşmüşük. Bacı, narahat olma, 3 dənə adam baxır orada. Ay, imam 3 də baxsın, 5 də baxsın. Əcəb bir şey düşmüşük. Mənə maraqlı deyil. Çatan ələ bir telefon alır, gəlir üstümüzə. Mənə maraqlı deyil, çatan nə eləyir? Mənə maraqlı deyil, mən! Bəli. Mən! Eşdirsən məni, mən! Qardaş, alnına milçək onu, bir dənə gözdə onu qoy. Mən sənin üçün uşaq deyiləm, ha! Özünü yığışdır. Eşitdin məni? Bəli. Baxın, əziz izləyicilər. Deməli, bu insan, bu. Bütün üzümü gözümü yırdın geçer ya. Bəli. Gəldim qaynalam gələ. Düşdüm qara evdə. Oba marketdən bazarlıq elədim. Evə qalxıb nə görsəm yaxşıdır. Baxıb görüm ki, bu. Məsuliyyətsiz. O tarafa pırıldadan ayıldı be təmizə ya. Mən pulumun üstünü qaytarmayıb. Mən Pirallahıda durub gəlmişim bir də qara evə. Ay mənim, sizin pulunuzun qalığı nə qədər idi ki bəyəm? 7 qəpik. 7 qəpik? Hə, cavab ver. Deməli siz 7 qəpiyə görə Qartalın dimdiyindən durub bura gəlmişsiniz? Prinsip! Hə? Prinsip! Cimdin, sən gəbərəcən, cimdin. Prinsip məsələsi. Kimi qoyum sənin təpə, 3 mal sənin yolu bulundur, elə. Heç kim mənə alada bilməz. Ay mənim, prinsiplə şoparsın bizi ilə. Bax, ala. Artist eləmə! Ay, baş ver. Artist eləmə! Görüm! 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 Siz görün, ala da görün. Görüm! Ala, qəbzün. Eşitdin məni? Bura 7 qəpik. Görüm! Ala, parmağım çıxmış deyə. Prinsip! Eşitdiniz məni? Bir şey düşdü ya. Prinsip! Bunun özü beləsə bunun mamasını atar da. Bir kişi belə həyası olan. Ha, bir daha salam belə ki. Salam aleyküm. Bir daha bu kalbasanı cəmbət olmasa vurardı güzana. Xahiş edirəm sizdən. Allah. Bir daha xahiş edirəm. Hə. Onun qiymətini yazın lisə dəftərinə. Ayın axırı verəcəm. Yazın ora, Vidadi qonşu. İkinci blok, ikinci mərtəbə. Ay mənim, bizdə lisə dəftəri yoxdur axı. Nağd ödə kassa olub çıx get yenə işimin dalıyca da. Ağam, bir dəfə deyir ki, al verir. Mənim 55 yaşım var, mən billəmdən danışıram. Xahiş edirəm, onu yazın mən sizə verəcəm. Xahiş edirəm. Yox ay mənim, bizdə lisə yoxdur. Üz vurmayın da, lisə yoxdur. Xahiş edirəm, almışsınız, nağd vurun ödəyin çıxın gedin də. Yoxsa onda sən qoy. Neyi? O pulu mənə yerimə qoy, mən ağlaxı sənə verəcəm. Mən də puluna geçir ay müəllim, nə şey olur? Xahiş edirəm, alırsan kalbasanı, pulunu vur götür kalbasanı. Ay xanım, müsəlmançılıqdır. Yatsın da, ne olar, ehtiyacım var da, ne? Müsəlmançılıq? Hə. Nə biləm. Əxal oğlum, ver gəl görüm. Bunun dənəndə olacaq, ha. Ver gəl görüm. Mən həll eləyəcəm başına. Ver gəl. Sən başına dönüm. Bu zən vuram, arvad telefonu götürmür. Bu siyahına... Hayır, mən zən vuruyorum. Tutmadım, yerine göre deyirsən ki. Yox, sən zən vurmayın. Yoldaşım yazıb bura siyahını, mən bunu heç oxuyanmam bayaqdan. İndə yığıram, telefonu götürmür. Baxıram, sən belə dünya görüş adamsan. Abi sən nə deyir? Özü arvadlarla çox oturduğumuzda sən olan dilin bilirsən. Bura nə yazıb, bu nədir belə, bax. Yuri Gagarin. Yuri Gagarin nə olar səncə? Yuri Gagarin deyil, margarindir, margarin. Margarin yağı yazıb da, margarin. Margarin, hə, deyirəm mən bunu. Bunun zəlil olsun, bunun yazdığına bax. Yaxşı, bax, bu nə olar səncə? Tənha fil. Fil nədir? Fili. Toyuq filəsi. Hə, toyuq filəsi. Başı adam, onda bəs, bu nə tərdir? Ağartmısan saçlarımın qarəsini. Bu nə olur? Mahnı sözdür bu. Ağartmısan saçlarımın qarəsini. Qardaş, ağartıdır, ağartı. Bu da saçaqlı pendir.
Nə başlar bu? Hə, ağa. Sən başa ödəm, sən canavarsan, gör nə deyəm, tələsmirsənsə. Hə. Mən siyahım uzundur, mənə kömək elə. Arvadın bütün tapşırıqlarını sən bir-bir oxu, mən alım. Eşitsənmi? Ağırda da qardaşın səhəbindən sürpriz etsin, o karabasanı sənə hədiyyə alsın. Nələr sana? Canımsın. Bu karabasanı alırsan eləmi? Alıram, hə. Mən bu gün 24 saat sənin qulluğundayım. Qulluğumdasan. Lazım olar sizə gedərəm, bax problem yox. Yox, sən bizə nə işin var? Yox da, hə, ehtimala qarşılayım. Yox, başa ödəm. Gəl onda kömək elə, bax. Bu nə olar səncə? Nə? Matışka. Matışka deyil, skuşonkadır, skuşonka. Skuşonka? Skuşonka. Hə, skuşonka. Yaxşı. Olmazsa... Yaxşı, bu nə olar bilər? Kalmasam kaldır, vur. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predo'dur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol ay ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Irmana getdi. Ana! Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyən da, sənin qardaşın arvadının söhbəti mənim neyimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyirdi? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedim? Oo, qoşu, nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özə soruş gör bazarlığı hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obada. Bəyənirsən eləmi obanı? Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan alıram. Gün işçilərdə güləriz. Deyirsən, yəni gedim evə bazarlığı mən də obadan eləyim? Gecikmisən. Ay kişi, bazarlığı get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, getdim. Sağ ol. Aa, hara gedirsən? Böyük futbol var axı. Qonşu kişilərlə, qonşu gildə yığışıb futbola baxacaq. Hərə bir şey alır, mən də dedim, mən də el alım. Sən geyinib haraya gedirsən? Dost, sən də evdə yoxsan. Hə. Qonşu arvadlarla qalmışıq bekara. Yığışırıq qeybətə. Mənə baxın. O helləri ver də mənə. Helsiz qeybət olmur. Futbol da helsiz olmur da. Biz futbol satmırıq bizə. Bildim də, sən alarsan da ver mənə. Gəl gedək sən alacam, gəl. Bu heli qadın da sevir, kişi də sevir. Hamı sevir bu heli. Çox dəyərli tamaşaçılar, bir komedi kanalında sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Valla mən konsertdəyəm. Bu konsertdən çıxıb səni yığacağım. Şirin zarafatlar. Çox əylənəcəksiniz dəqiqə. Duzlu məzəli vəziyyətlər. Oy, ay dədə. Oy, ay dədə. Gülüş dolu səhnəciklər. Bellissimo. Bacı nə deyir, belim sınır? Bizi deyib gəlin ki, bayrama bayram qataq. Nə vaxta kimi soğuz yiyəcək? Biz də sushi yiyək, də Fami. Alqışlayanlara bax, yandırıb özünü. 9 Mart Heydər Əliyev sarayında Komedi Xana ilə unudulmaz bir gün. Niftullah müəllim, bayramımız mübarək. Bu dəqiqə mamamı istəyirəm. İstirahət günündə bizimlə əylənin. Çox bəyəndim. Biletləri iTicket Az saytından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz. Gec gəlmə, gözləyəcəm.